baş planda olmalı olan şeylər himoxları, künc. O bunu ne olur yadda saxlayın. Bütün himoxların verməyin binanızın və oxunaqlı olsun o şeylər var, regionlu şeylər. Onu miqyasa salırsınız və düzəldirsiniz. Künc plus ölçülər, həmən himoxlar arasında ölçülər və himoxlarından şeyəcək, lahrələnən ərazinin sərhədinəcək olan ölçüləri göstərir. Və hər şey metrlə. Bunu belə yazın. Koridor söhbətdə dönməsin. Metrlə, zəhmət olmasa, baş plan işləmilir metrlə. Mütləq şəkildə. Verirsiniz bütün ölçüləri. Oxunaqlı olmalıdır. 1500 miqyasını seçək, çünki layihəmiz böyükdür. 1500 miqyasında hər şey oxunaqlı olsun, ölçülər oxunaqlı olsun, himoxlar oxunaqlı olsun. İstəyirsiniz binamızın birinci mərtəbəsini verin. İstəyirsiniz binamızın sadəcə üstdən görüntüsünü verin. Kim necə istəyir elə də eləsin. Amma olmalıdır həm də. Bu işçi layihə baş plan deyil deyə, konsept və konseptdir. Mütləq şəkildə belə ipucular verməyə lazımdır. Girişlər, əsas girişlərdə. Siz özünüz bölə bilərsiniz ki, məsəl üçün bu girişləri göstərirsiniz qara üç bucaqla, baş planda qoyursunuz və şərti işarədə göstərirsiniz. Eksplikasiya çatacaq. Yeniden yazalım, eksplikasiya. Girişlər, məsəl üçün əsas girişlər olacaq bunlar. Əraziyə girişləri göstərə bilərsiniz. Əraziyə. Çox vaxtda əraziyə giriş, indi hamı da elədir ki, hər tərəfdən əraziyə girmək olur. Avtomobil kimi girişi göstərə bilərsiniz. Müəyyən oxla. Əraziyə avtomobil məsəl üçün girişi. Şeyi göstərin, yanğın söndürən şeyin yolunu. Söndürən, o yolda şeylə göstərə bilərsiniz. Nöqtə-nöqtə göstərə bilərsiniz, ya ərazinin üstündən belə yolun qırağı ilə qırıq xəttə göstərə bilərsiniz. Yəni də avtomobil girişi olan hissədən olmalıdır. Olmalıdır sizdə həm də girişlər, binaya girişlərdə, məsəl üçün bunu doldurursunuz qara ilə, o birisini qoyarsınız qırmızı ilə, ya mavi ilə sizin dizayn kodda, yəni rəng paletində hansı rənglər olsun, onlardan istifadə edin ki, ikinci dərəcəli, çünki bizdə böyük binadır, elə girişlər var ki, məsəl üçün teatr hissəsinə arxadan giriş var da tamaşa zalına. İkinci salam dərəcəli giriş. Buna da ox qoyursunuz, başqa rəng. Bir də əlavə sizdə şeylər olacaq ki, siz giriş kimi yox, daha çox evakuasiya çıxışı kimi qoyursunuz binadan. Onlara da yenə DO baş planında görə bilərsiniz. Evakuasiya çıxışları. Evakuasiya çıxışları. Başqa baş planda nə olmalıdır? Yaşıl döşəmələr falan, bunlar 100% baş planda göstərir, amma cizgi şəklində denir. Döşəmələr bir-birindən fərqlənsin. Qazon döşəmədən fərqlənsin. Döşəmə hansıdır belə, yəni çalışın o vibe-ı verəsiniz, rəngini heç olmasa şey eləyəsiniz. Eksplikasiyada siz onun açılışını yaza bilərsiniz ki, bu daş döşəmədir, ya taxta panellərdir, fərqli şeylər, qum çınqıl, fərqli şeylər olabilir. Hamısını mərdəkənə ödədim, amma şeydə də var ki, daş, nə bilim, kermangəli, mərmər birdən istəsəz, amma məsləhət görmürəm. Evakuasiya çıxışları, bir də baş planda nə lazım idi? Ona çatacaq, ona çatacaq. Ham onu gözləyirəm. Yox, bunlar yaddan çıxır, bəzən ona görə şey edirəm ki, ağaclar, kölgələr qoysaz yaxşıdır ki, kölgələr binaların hündürlüyünü göstərir də ki, ətraf binalar müəyyən dərəcədə ətraf düşsün.
Yəni Mərdəkan olanlar da, Yaxşəhər olanlar da hamısında ətraf yollar və o yollardan sonra duran heç olmasa binanın hansı hissəsi düşsün və başa düşürsün. Hə? Üstdən göstərsənsə, hə, göstərməlidir. Binalar, bu çox vacibdir. Xət qalınlığı qrafika, baş planda çox vacibdir. Binaların ətrafı olur qalın xətlə. Tək sizin binaları, ümumiyyətlə istənilən tikilinin ətrafı. Ki seçilsin ki, bu binadır. Bu daha yuxarıdadır, qalan hər şey daha aşağıdadır. Ağaclarınızda kölgə ola bilər, hündürlüyü göstərmək üçün ağacları şey edirsiniz, indi eksplikasiyada ağacların sayını verməlisiniz, məsəl üçün, yaşıllıq şeyində. Mövcud ağaclar var, əlavə olunan ağaclar var. Ağşəhərdə deyəsən mövcud ağac yoxdur, ancaq əlavə olunan ağaclardır. Element baxımından məncə bitdi və gəlirik, çatırıq nəyə? Gəlirik, çatırıq cizginin özünə. Yəni, oxlarını biraz sizə göstərəm. Küncdən olmağını. Bax, küncdən verir sizə. Bax, buradakı ölçüdən götürürsünüz. Binanın küncündən yox. Himoxonun ceyindən. Çünki binanın küncü yenə başlayalım. Divarınız oynaya bilər. Divarınızın qalınlığı, nə bilim, layerlər qoyursunuz, şey deyir. Amma himoxu qalır yerində, sütuna görə qalır yerində. Bunu yaddan çıxarmayın ki... Sonuncu sütundan. Sonuncu sütundan, hə. Ki birdən, hə, binamızda buradan şey ola bilər, konsol ola bilər. Yenə də ona fikir vermirsiniz. Sonuncu sütundan himoxu verir sizə A1 himoxunu, sanal şəkildən bitəcək. Layihələndirilən ərazi ilə bağlı ərazinizdir. Sizə verilən əraziyə şey verirsiniz, səkiləri çıxmaq şərti ilə, yolun səkisi sizə aid deyil, səkinin çıxmaq şərti ilə qırmızı rəngdə sərhəd verilir. Sərhədin şeyi belə olur və bundan bir anda şey çıxardırsınız, layihələndirilən ərazi və sərhədini qoyursunuz. Çox böyük bilir. Bu dediyim bütün şeyləri orada görə bilərsiniz. İncinin baş planı məsəl üçün çox və çox məntiqli edib ki, baş planın yanında şey də verib. Aksinometriyanı da verib. Ki, aksinometriya baxaraq da baş planı başa düşürsən, baş planı baxaraq da aksinometriyanı başa düşürsən ki, nə hardandır, necədir. Bu, yəni məncə məntiqli şeydir ki, konsept formanı da yanından verib. Bütün bu aksinometriyanın və ümumi şeylə şey olan, yəni o miqyasda olan şeylərin hamısını bir bordda verir. Və əslində bu tələbata aid deyil, amma əlavə bir şeydir ki, orada da baxsaz, döşəmələrində şeyini verib, piroqunu verib, düyünlərini verib. Baş plandakı döşəmələrin. Yəni sizdə də olsa yaxşı olardı. Ən azından nə bilim, yalnız öndürən maşı sizdə gücləndirilmiş səkinlə geçsə, gücləndirilmiş səkinin şeyini verir. Hardansa çınqıl verirsiniz. Müxtəlif növlər. Əslində o çox da şey tapılmır. Siz gəlin nəysə taparsınız və tərcümə edib öz stilistikanıza salarsınız, qoyasınız ora. Amma onu eləməklə baş plan vərəqimizi tam, yəni bir paftanı rahat şey eləmiş olursunuz ki, həm bu hazırdır, baş plan hər şey buradadır, hər şey aydındır. Gəlir çatırıq eksplikasiya və şeylərə. Eksplikasiya çox vacibdir, şərti işarə. Eksplikasiya nədir? Eksplikasiya rəqəmlərdir daha çox. Ki, binalarınıza görə rəqəmlər qoyacaqsınız, nə bilim, zonalara yox, yəni tikili qrubu, hətta ətrafdakı binalara belə rəqəm qoyursunuz və eksplikasiyada onun nə olduğunu göstərirsiniz. Rəqəmlərdən sonra başlayır şərti işarələr. Şərti işarələr, məsəl üçün, bunu qoymuşsunuz cizginizdə. Şərti işarədə göstərməlisiniz nədir, evakuasiya çıxışda. Bunu qoymuşsunuz fərqli rənglərdə. Hərəsini qoyursunuz ora və göstərirsiniz. Əsas giriş, əlavə girişlər, ikinci dərəcəli girişlər, nə bilim, ərazi avtomobil girişi, yanğın söndürən, bunu belə göstərirsiniz, yanğın söndürən avtomobil üçün, ya yanğın söndürən maşın üçün, xüsusi yol və sonra gələcək döşəmələr. Onların şərti işarəsi olaraq eksplikasiyası ki, yaşıl rəngdə qazondur, mövcud ağacların şeyi var sizdə, əlavə olunmuş ağaclar var, onları yazanda mötərizədə şeyini yazın, ölçüsünü yazın. Başqa nələr var? Döşəmələrin şeyləri, hətta binamızın rəngini oraya yaza bilərsiniz ki, bu
binamızın rəngi ətraf binalardan fərqlənirsə, ətraf binalar üçün bir rəng qoyursunuz, yazırsınız ətraf mövcud binalar, digəriniz yazırsınız ki, layihələndirilən bina. Ya da layihələndirilən bina yazırsınız, okey. Tak, şərti işarələrlə bitdik. Gəlirik əsas məsələyə, texniki iqtisadi göstəricilər. Buradan bunu silə bilərəm də yəqin ki, hə? Yenə də sualınız yarandıqda ora baxa bilirsiniz. Orada tip də var, artıq doldurulur. Tipdə sizdə əsas nədir? Deməli, belə bir cədvəl olur. Burada nömrə, adı, nəyə şey deyəcək? Ölçü, vahidi və sayı. Bax, bu bizim bu əslində ümumiyyətlə memarlıq çizgilərdə təsniqat üçün əsas cədvəllərdən biridir. Bura çox şeylər də salmaq olar da, nə bilim, məhəccərlərin materialın hesablanması, döşəmələr ayrı baş plan vərəqində olur. Baş plan özü ümumiyyətlə demişəm də sizə, işçi layihədə baş plan layihəsi ayrıca albomdur. Öz izahatı olur, öz albomu olur, nə bilim, orada şeydə salırsan, relyef təşkili, torpağın hesablanması, nə qədər qazılacaq, nə qədər salınacaq. Məsəl üçün, yaşıllıq planı və böyük layihələrdə ümumiyyətlə olur ki, yaşıllıq planı ayrıca verəkdir. Ayrıca verəkdir, torpaq təşkili ayrıca verəkdir. Zeynəb, kompüteri bağla, dərs başa salıram. Eləməyin də, xahiş edirəm, buna qulaq alsın, çünki bu əlavə bal verir bunların hamısı. Texniki iqtisadi göstəricilər nə olur? Həmişə birinci yazılır, bizə vacib olan layihələndirilən ərazi. Ölçü vahidi nə ilə hesablayırıq ərazini? Hektarla. Və buradan yazılır ancaq rəqəm. Bu getdi. Sonra gəlir 2. Siz binanızı korpuslara bölmüşsünüzsə, korpuslara ayrı hesablasanız daha yaxşı. Məntiqli gedəcək. Amma baş planda siz onları onda nömrələməlisiniz. Bina 1, bina 2, bina 3, bina 4, məsəl üçün belə. Ya 5-dir, ya 6-dır. Ona görə burada birinci gəlir tikinti sahəsi. Sahələr ümumiyyətlə yadınızda da hansı sahələr olur? Tikinti yer. Gəlin, gözlə. Bizdə var tikinti, bəli, yer üstü, başqa nə var idi? Ümumi, sahə, başqa var idi bizdə yaşayış sahəsi, o bizə indi aid deyil. Yaşayış sahəsi yadınızda hansıdır? Mənzillərdə yaşayış sahəsi hansıdır? Necə ayrılır yaşayış sahəsi? Adı da ümumi məhbər, yataq otaqları, əsas otaqları idi, otaqları var. Otaqları nəyin üzrə? Bütün otaqların sahəsi? Yox, bir var qeyri-yaşayış, bir var yaşayış. Okey, ofis otağı, iş otağı evdə yaşayış sahəsinə daxildir? Daxildir, niyə daxildir? Hə? Daha çox vaxt düşür. Mətbəx, sanitar, dəhliz, bir də balkonlar daxildir. Qalan hər şey daxildir. Bir də texniki otaq, ambar. Onlar daxildir. Qalan bütün, nə biləm, hobbi otağı, musiqi otağı. Onlar daxildir. Okey, onu yazmıram. Bir də var, binanın fəzası. Bir də mən deyə zəhmətimizə tikinti sahəsi hansı sahədir? Binanın tikinti sahəsi. Binanın tutduğu, torpağın üstündə tutduğu sahə. Torpağın üstündə tutduğu sahə, düz footprint, bildiyimiz footprint. Ya da ki, necə deyə bilərik, binanın torpaqla təmasından yaranan perimetrin, yəni o poligonun sahəsi. Yox, birinci mərtəbə nəzərə alınır, o torpaq odur. Birinci mərtəbədə nəyə görə demirəm? Bəzi şey var ki, relyef tablelədir. Bura birinci mərtəbədə deyir. Bura isə mənfi bir deyir ümumiyyətlə.
Deməli, ona görə bax, bu xəttin arxaqanal olaraq baxıb sahəsini götürməlisən. Orada pilləkən adı olmalı. Nə? Pilləkən. Yox, oğlum, sən pilləkəni falan heç baxmırsan, binada heç baxmırsan, binanın xarici şeyinə baxırsan. Kontur. Pilləkən nə? Çöldəki pilləkən aiddir əlbəttə. O da binanın birisisidir ki, oraya oturur. Torpaqdan nə götürmüşsünüzsə, tikinti sahəsinə aid. Ayrı-ayrı binaları yazırsınızsa, burada nə olacaq? Bina və qurğuların, bu ümumiyyətlə belə deyir, bina və qurğular şeyləri, texniki iqtidarı göstərir. Qurğuların tikinti sahəsi. Tikinti sahəsi. Bax, bu ümumidir. Hamısını bir yerdə. Amma siz bunu axırda yazacaqsınız. Siz birinci hər binanı ayrı-ayrı. Məsələn üçün 4 dənə korpusunuz var və ərazidə yenə nəsə var. Okey, nə ola bilər ərazidə sizdə? Nə bilim, qazanxana binası ya məktəblərdə var idi məsəl üçün. Burada yazırsınız nə? Ki bunu bölmək üçün yazırsınız o cümlədən, yazıldı o cümlədən 2 nöqtə və başlanır. Bina 1, bina 2, bina 3, bina 4, qazanxana. Belə. Bəzən olur ki, baş planı siz özünüz qərar verirsiniz. Nəyi əlavə eləmək, nəyi əlavə eləməmək.